Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Mette Frederiksen Rusiyanın müharibədə verdiyi itkilərlə bağlı sərt açıqlama verib. Azərbaycan TV xəbər verir ki, bu barədə o Münhen Təhlükəsizlik Konfransında deyib. O bildirib ki, 35 min nəfərlik itki Danimarka kimi ölkələrdən hər hansı birində baş versəydi, bu böyük faciə sayılardı və cəmiyyət bunu heç vaxt özünə bağışlamazdı. Lakin Frederiksenin sözlərinə görə Rusiyada hərbiçilərin itkisi bu cür rəqəmlərlə qiymətləndirilmir. Baş nazir qeyd edib ki, bu vəziyyəti anlamaq üçün Rusiyanın 2-ci Dünya müharibəsində verdiyi itkilərlə müqayisə aparmaq lazımdır. Onun sözlərinə görə Moskvanın düşüncə tərzi ilə digər Avropa ölkələrinin yanaşması arasında ciddi fərq var. Frederiksen vurğulayıb ki, Qərb ölkələri özlərini Moskvadakı düşüncə tərzi ilə müqayisə edə bilməz. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.